buradan görünür elə. Buradan. Yardımcı sahələr də var arxasında, arxa tərəfdə. Necə yerləşmiş? Çox gözəl. Allah razı olsun sizdən. Hə, gəlin, sağ olun. Gəlin. Ev necədir? Çox gözəl. Yaxşı. Neçə gündür, 5 gündür buradasan. Duygu. Sen de buram. Gel Neriman xanım. Sağ ol, hoş geldiniz. Harda yaşayırsın? Bu yavaş varmazsan. Salam. Salam. Çok sağ ol. Göster, konuşalım. Gösterirsen. Şahitimiz. Yəni işlə təmin etmək üçün də təkliflər verərsiniz. Artıq müraciət edib bir də şey demişəm. Sürücü işləyir, ümumiyyətlə məşğulluqla bağlı cavabcıyım. Biz çalışırıq maksimum sizin tapşırığınızı yerinə yetirək. Əlbəttə, burada məşğulluq. Xocalıya köçən 4100 əhalidən 1230 nəfər daimi işlə təmin oldular. Müəssisələrimiz də çoxdur, cənab prezident. Müəssisələr də çoxdur. Hamısında iştirak edirsiniz. Burada məktəb də var. Var. Burada da var. Bəli. Məktəb də var. Müəllimlər necə? Biz 110 ailəni köçürəndən sonra bugün müəllim kontingentini yığacaqlar bura məktəbin açılmasına. Çünki az əhali ilə aça bilmirlər. 110 qısa müddətdə Novruz bayramına qədər 110 ailə köçürüləcək bura. Evlər hamısı hazırdır. Səndə şansın var. 32. Sən işğaldan sonra valideynlərini sağlayır. Şehirlere şehir öğrendim. Arada da burada kənddə. Ben de Xanabakı. Anladım. Yaxşı. Onları da Güzel. Təbrik edirəm. Yerək şəkil çəkdirək ayrıca. Yetər inşallah. Təbrik edirəm. Çox yaşayır. Təbrik edirəm. Buna yaxşı, sən yaxşı oxu, məni göstərərsən. Sağ ol. Çok sağ ol. Sağ ol. Allah. Sen eve gel. Gel sen ona götürüm seni buca. Aynen. Ne yaxşı balasan. Bak oraya şekil çekeceksin. Bak. Bak oraya bak. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol.